Hər vaxtınız xeyir, əziz basketbol həvəskarları. Rebound verilişi növbəti buraxılışı ilə efirdədir. Bu verilişdə də əsas qayəmiz basketbol dünyasında baş verən ən son yenilikləri sizlərə təqdim etməkdir. Təbii ki, tək deyiləm, daimi ekspertimiz Sənan Əliyev, Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi qonağımızdır. Xoş gördük səni. Xoş gördük İbrahim. Sənan, əslində hal-hazırda basketbol dünyasında əsas müzakirə mövzusu hansı ki, yəni bir çox çempionatlar başa çatıb. NBA-dir, Oklahoma City Thunder və Indiana Pacers. Təbii ki, ona keçmədən əvvəl mən istərdim, çünki sən bir müddət gəlmədin verilişlərə və həm Avroliqanın finalından Fenerbahçenin çempionluğu, eyni zamanda bizdə yerli çempionat 12 basketbol liqası artıq başa çatdı və Sabah Sumqayıta finalda qalib gəldi. Elə bununla başlayaq, daha sonra sırayla keçərik növbəti mövzulara. Mən də ilk öncə bizi izləyən sadiq tamaşaçılarımızı, basketbol həvəskarlarını efir vasitəsilə salamlayıram. Düzdür, yaxşı qeyd etdim, bir müddət hardasa 3 proqramdır, mən burada yoxam. Mütəxəssislər cəlb olunmuşdu proqramlara, izləyirdim verilişlərdə, həm işin sıxlığına görə, çünki bizdə final seriyası oynanılırdı, sonra 12 liqasında sən düzgün qeyd elədin, 2 dəfə olaraq peşəkar səviyyədə keçirilmiş 12 liqasında, hətta böyük belə deyək, meydanda keçirilirdi. Mənim də böyük ajantaja səbəb olmuşdu. Bakı İdman Sarayında oynanılırdı oyunlar. Qısaca mən 12-yə toxunmaq istəyirəm. Elə bizim verilişimizin redaktoru Tahir Mirzə də həmin oyunu izləyənlər arasındaydı. Birlikdə izlədik. O da şahid oldu maraqlı mübarizəyə. Yaxşı çempionat keçdi. Hər bir peşəkar klubun aşağı belə deyək, yaş qrupları üzrə komandaları artıq mübarizəyə belə deyək, start verdilər. 12 liqası, yəni basketbolun belə deyək, o yaş həddi ən önəmli yaş hədlərindən biri kimi çox önəm kəsb edirdi bizim üçün, Azərbaycan Basketbol Federasiyası üçün və Azərbaycan Basketbol İctimaiyyəti üçün. Yığma komandanın baş məşqçisi oradaydı, Tahir Baxşıyev, onun köməkçisi Anar Sarıyev görüş izləyənlər arasındaydı. Qızlardan ibarət məşqçimiz bizim verilişimizdə dəfələrlə qonaq olub adlarını çəkdiyim şəxslər və Evrən Alkaya, məhz bu şəxsdən bəhs etmək istəyirdim. Amil Əmziyev oradaydı, Polat Həsənov, ümumiyyətlə bu şəxslər hər biri. Bir sözlə basketbolun üzrə olan simaları hamısı oradaydı. Əslində orada indi nə dərəcədə düzdürsə, məncə orada olmalıdırlar da. Çünki basketbolun gələcəyi sayılır həmin uşaqlar. Bəli, eyni zamanda seçim xarakteri də daşıyırdı. Çünki çox perspektivli uşaqlar da var, basketbolçular da var onlar arasında. Eyni zamanda elə biz dəfələrlə müzakirə də etmişik bundan əvvəlki verilişlərimizdə 12 liqasının kifayət qədər də maraq var və yaşlarının az olmalarına baxmayaraq, Sənan, yəqin ki, razılaşarsan, yəni çox potensiallı, baxımlı və potensiallı oyunçular da var, baxımlı oyunlar da oldu. Finalda düzdür, Sabah klubu burada. Mən də Sabahın dominantlığı burada da var. Səncə qırılacaq nə vaxtsa? Yəni götürək elə aşağı yaş qrupları, eyni zamanda yəni əsas çempionatı, yəni Sabah açıq-aşkar hər yerdə dominantdır. Bəli, dominantdır. Bu yaxınlarda bir proqramda mən qonaq olmuşdum, radio proqramında. Radioda mən həmin o proqramda qonaq olarkən Abşeron klubunun iddialı klub olacağının siqnallarını verdim. Klubun mətbuat xidmətindən aldığım məlumata görə belə bizim verilişdə ekskluziv olaraq bu məlumatı verim. Sponsorlar cəlb olunmaq istəyir artıq. Onların maraqları var klubun inkişaf etməsinə. Həm də yarım finalda onlar komandanı dəstəkləyirdilər. Bakı İdman Sarayında VIP sektorda biz həmin şəxsləri gördük. Düzdür, mən şəxsən tanımıram. Yəni yeni mövsümdə hər şey bəlli olacaq. İndidən tam dəqiq 100%lik də heç nə söyləmək olmur. Elə bunu Avrokuboklara da indi qarşıda söhbət aparacağıq. Klublarımızdan Sabahın oynamağı yenə də dəqiqləşib. Digər Neftçi və NTD dəqiq deyil. NTD bilmirəm, oynayacaq, oynamayacaq. Neftçinin şansları var, amma. NTD səncə, yəni bilmirəm, yəqin ki, maddiyatla bağlı olar və yaxud hansı digər amillər, yəni çıxış edə bilərmi Avrokubokdan? Kubokun qalibi kimi düzdür, şansı var. Yəni Sabah klubu FIBA Çempionlar Liqasında bizi təmsil etməyə haqq qazanıb təsnifat mərhələsində. Amma Neftçi və NTD əgər oynasa təbii ki, yenə sən düzgün qeyd elədin, FIBA Europe Cup-da, belə deyək, qitənin dəyərli turnirlərindən biri sayılır. Amma əsas turnir təbii ki, burada Sabahın qatılacağı turnirdir. Ümid edirik ki, tarixi bilir ki, onlar bacaracaqlar bizi qrup mərhələsində təmsil etməklə. Amma yenə də deyirəm, öncədən heç bir məlumat dəqiq nə isə demək olmur. Basketbol hər an yenilənən, hər an dəyişilən bir idman növüdür. Amma bir məsələ dəqiqdir ki, Sabah
bizi FIBA Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edəcək və qısa olaraq o 12 haqqında bir məqamı qeyd edim. Mənə çox xoş oldu ki, bizim adlarını çəkdiyim basketbolçular Zaur Paşayev, Amil Əmzəyev, orada Şirzadovu gördüm mən, Əkbər Məmmədov oradaydı. Mükafatları təqdim edərkən məhz bu şəxslər də həmin balaca basketbolçulara mükafatları təqdim edirdilər və onun özü də bir belə deyək stimuldur, belə bir maraqdır onlar üçün ki, bax bizə bu mükafatı milli komandanın üzvləri təqdim edilir və təbii ki, əsas mükafatı Tahir Baxşıyev Sabahın U12 komandasına təqdim etdi. Bir sözlə maraqlı bir liqa izlədik, əməyi, zəhməti keçmiş bütün şəxslərə indi bir-bir ad çəkməyə o qədər də vaxtımız yetməz. Hamısına şəxsən mən təşəkkür edirəm bu veriliş vasitəsilə və bir məsələni də qeyd edim ki, mən bu verilişə əslində Milan Kotorosla gəlməli idim. Çünki o çempionat bitdikdən sonra Serbiyaya, öz vətəninə qayıtdı. 12 liqasının təsislərindən biri, əsas koordinatoru, uşaqları çox maraqlı olardı. Seçərək bizim gələcəkdə milli komandalarımıza hazırlayan şəxslərdən biridir, amma təəssüflər olsun ki, növbəti buraxışlar qaydanda mütləq İbrahim, mən onu dəvət edəcəm bu verilişə. Sən gözəl məqama toxundun. Əslində bizim klublara, beynəlxalq arenalarda, yəni bu il çıxış edəcək klublara uğurlar arzu edirik və həm aşağı yaş qrupları, eyni zamanda yerli çempionata da biz geridə qoyduğumuz, yəni bu mövsümə nəzər yetirsək, yəqin ki, hər kəs mənimlə razılaşar ki, çox maraqlı bir mövsüm izlədik. Yəni bundan əvvəlkilərə baxdıqda və bu templə də yəni yüksələcəyini mən düşünürəm çempionatımızın. Çünki həm Azərbaycanlı elə Neftçi Sabah oyununda biz yəni oyundakı statistikaya nəzər yetirsək, yerli basketbolçular kifayət qədər yaxşı təsir bağışladı deyə bilərik. Yəni seriyaya nəzər yetirsək və bu da bizim basketbolumuzun çox qısa müddətdə belə inkişafından xəbər verir. Bir qədər də keçək digər ölkə çempionatlarına, çünki artıq play-off həyəcanı davam edir. Götürək elə İspaniyanın özü olsun, Türkiyə olsun. Nə düşünürsən, yəni nə gözləyirsən hazırki durumda? Hazırki durumda vəziyyət belədir ki, bir qədər Fənərbağça çox çətinliklə qalib gəldi. Bunu mən etiraf etməliyəm. Düzdür, əsas hesab tablodadır. Burada Fənərbağça 2-1 qələbə qazandı ümumi seriyada Türk Telekoma qarşı və Fənərbağçanın keçmiş məşqçisi idi Türk Telekomun baş məşqçisi Erdəm Can. Yenə də Fənərbağça Nigel Esteviz və Marko Guduricin ağırlığını qoyduğu oyunu son saniyələrdə qazandı. Başa-baş mübarizə gedirdi. Hesab hətta 90-91, hətta 91-94 ondan sonraki vəziyyətdə 92-94 düzəldirəm. Türk Telekom irəlidə idi, amma Fənərbağça komandasının çempionluğu, yəni çempion ürəyi, belə bir deyim var idmanda, onu ortaya qoydu. Avroliqanın son qalibidir. Düzdür, mən Avroliqa şərhində iştirak etdim final oyununda, ondan sonra burada ola bilməmişəm. Çox maraqlı final seriyası. Yəqin izlədin sən də, çox maraqlı mübarizə getdi. Təbrik edirəm və sevinirəm ki, Teledman şərhçiliyində ilk dəfə yayımlanan, belə deyək, həm televiziya sahəsində bir ilki reallaşdırdı İdman TV və mən də Teledman şərhçiliyində ilk dəfə olaraq Avroliqanın, belə deyək, əsas Final Four mərhələsi, yarım final və dördlər finalında final oyununu şərh etməyə, belə deyək, şans əldə etdim. Bu da mənim karyeramda çatışmayan məqamlardan biri, şərhçilik karyeramda NBA olmuşdu, Olimpiya oyunları olmuşdu İdman TV-də və digər kanallarda və finalı şərh etmək çox maraqlı idi və bu finalın marağını artıran məqamlardan biri də türk, belə deyək, qardaşlarımızın Fənərbağçanın çempion olması oldu. İndi orada da bir qədər biz Fənərbağçaya tərəf danışmağı daha məncə məqbul saydıq. Xüsusilə də Fənər azarkeşləri üçün, yəni indi bir qədər futbol boşluğunu doldurma baxımından kifayət qədər, yəni çox əla fürsət oldu və elə çempionluq yəqin ki, tədbirini də izlədin. Çox, yəni böyük bir tədbir keçirildi. Böyük uğurlu mən deyərdim ki, ümumiyyətlə basketbol tarixində yəni bu formatda ilk dəfə Abu Dabidə keçirilməyi bir ilk idi. Yəni köhnə qitənin kənarına çıxmışdı Avropa basketbolu və bir məqamı qeyd edim. Maarifləndirici məlumatlar biz tez-tez səsləndiririk bizim bu basketbol rebound verilişində. Keçmiş adıyla basketbol, yeni adıyla rebound. Uzun illərdir, yəqin mən oradan da böyük bir işdir, 6 ildir Azərbaycanda basketbolu belə deyək, fasiləsiz təqdim edir bu veriliş. Və bir məqamı qeyd etmək istəyirəm, hər zaman olduğu kimi çox gözəl bir məlumatdır. Müasir Avroliqanın tarixində ilk dəfə olaraq Şarunas Yatsikevičius həm oyunçu kimi, həm də məşqçi kimi bu klubu qazandı. Amma daha öncə köhnə zamanları da nəzərə alsaq, bunu ilk edən
Svetislav Pešić olmuşdu. Hal-hazırda Serbiya milli komandasının baş məşqçisidir, amma Amma Yaskevicius sosial uğuru şəbəkələrdə qazandı. Şarunasın adı olaraq, yəni ilk dəfə hallanır. İndi yəqin ki, sən bildirdin və Bəli, bu məqamı bilməyənlərin qeyd etmək məlumatı istədim. Düzdür. oldu. Eyni zamanda elə Şarunasın özü Barselonada yəni Çıxmışdı finala, amma finala məğlub olmuşdu çıxmışdı, Efesə. lakin yəni maraqlıdır. Yəni qısaca olaraq indi düzdür. Artıq bu haqqda müzakirələrimiz olub, lakin sənin fikrin də maraqlıdır. Səncə Fənərbağçadakı bu uğur tam olaraq nə ilə əlaqəlidir? Yəni əlində olan heyətdənmi bağlıdır və yaxud nə bilim taktik, Heyətlə texniki? saymazdım İbrahim. Çünki Barselonada o tarixin ən güclü heyətlərindən biri ilə işləmişdi. Mirotic'in adını çəksək məncə kifayət edər. Çox yaxşı komplektləşdirilmiş heyət var idi Barselonada. Lakin basketbol, yəni özün də dəfələrlə izləmisən, elə müsahibələrdə iştirak etmisən, canlı oyuna bir yerdə baxmışıq. Basketbol elə bir oyundur ki, şansın da müəyyən qədər rolu olmalıdır da, topu səbətdən keçməsi də bir önəm kəsb edir. İndi elə oyunlar olub ki, çox gözəl mövsümlər keçirib Şarunas, amma finalda məhz yekun nöqtəni vura bilməyibdi. Barselona və bu onun belə deyək 6-cı Final Four idi. Məhz qismət bu günə imiş ki, 6-cı Final Four-da Yaskevicius çempion oldu, amma oyunçu faktorlarına biz nəzər yetirsək, təbii ki, burada məşqçi işi özünü göstərir, taktiki, texniki məsələlərdə. Nigel Davis inanılmaz müntəzəm mövsüm keçirmişdi, amma bir məqamı mən qeyd etmək istəyirəm ki, belə mötərizə açaraq demək istəyirəm ki, bu finalın, Final Four-un ən dəyərli basketbolçusu məncə Devon Hall idi. Çox insan, İbrahim Kutlay da mənim fikrimdədir. İbrahim Kutlay, Türkiyə basketbolunun Fənərbağçanın əfsanəsi, əfsanəvi kapitan ləqəbli İbrahim Kutlay və indi biz bu, belə deyək, play-off həmin oyunlarıdır bu, dördlər finalına vəsqə üçün. Bəli, Barcelona çox çətinliklə Monaco onları keçmişdi və Monaco finala çıxmışdı. Yarım finalda Olympiakosa qələbə, Olympiakosu məğlubiyyətə uğradaraq. Amma mən oyunçuların belə deyək, gözəl basketbolunu qeyd etmək istəyirəm ki, Devon Hall doğrudan da açar basketbolçu oldu. Məncə finalın ən dəyərli oyunçusu dördlər finalının Devon Hall idi. O etdiyi dunk, 2+1, kritik nöqtədə. Amma ki, təbii ki, basketbol üstünlüyü Nigel Davis'ə verildi mükafatı. Davis, yəni kifayət qədər. Eyni zamanda Kudryat'ın adını çəkmək lazımdır. İbrahim, yəqin izlədin oyunsan, kritik məqamda üçlüyü atdı. O da var, Sənan. Amma ümumi oyunlardan sonra statistikalar açıqlanır da. Bəzi saytlar var ki, yəni orada oyunçuların statistikasını açıqlayırlar. Yəni Nigel Davis çox yüksək xal toplamışdı. Yəqin ki, indi bu da onun oyunu ilə əlaqəlidir. Həmin oyunda bəli, finalda çox xal toplamışdı, amma 14-də sərbəst atış xəttində. Eyni zamanda razılaşarsan Sənan, ümumiyyətlə Fənərbağçada bəzi transferlər oldu ki, mövsüm ərzində bir çox azərkeşlər bildirirdi ki, yəni bu basketbolçuların 36-37 yaşı var. Yəni komandaya nə dərəcədə komandaya fayda verə bilər, amma biz gördük ki, həqiqətən də baş məşqçi amili doğrudan da burada öz sözünü deyir. Təbii ki, artıq Fənərbağça çempion oldu, Fənər azərkeşlərini səmimi qəlbdən təbrik edirik. Bir qədər demək istərdim İspaniyadan danışaq, çünki İspaniyada da hazırda kifayət qədər kritik məqam gedir, yəni oyunlar olur komandalar arasında. Lakin müzakirələrə keçmədən əvvəl İspaniya çempionatı ilə bağlı sujet var, onu izləyək. İspaniya Basketbol Liqasında play-off mərhələsi davam edir. 4-1 final mərhələsinin ilk oyununda hazırki çempion Real Madrid Wizing Center'da Baskoniyanı qəbul edib. İlk bölümdə Chus Mateo'nun komandası rəqibinin ciddi müqaviməti ilə üzləşib. Fasilə sonra təşəbbüslər alan Kral klubu vəziyyəti xeyrinə dəyişib. Nəticədə Baskoniyanı 82-76 hesabı ilə məğlub edən Real ölkə çempionatında ardıcıl 23-cü qələbəsini qazanıb. Madrid klubunun qələbəsində 16 xal toplayan Edi Tavares böyük rol oynayıb. Görüşün ən məşhur oyuncusu isə Marcus Howard olub. Baskoniyanın Puerto Rikolu üzvü meydanı 17 xalla tərk edib. Günün ən dramatik maçı isə Malagada keçirilib. Müntəzəm çempionatı 4-cü sırada başa vuran Unicaja özündən bir pillə aşağı yer tutan Barcelona ilə qarşılaşıb. İlk hissə meydan sahiblərinin üstünlüyü şəraitə keçirdə fasilədən sonra Barça fəallığı ələ alaraq hesabda önə keçib. Buna baxmayaraq maçın sonlarında İbo Navarro'nun komandası yenidən Kataloniya klubu üzərində üstünlük qurub. Amma Sirena ərəfəsində Əndəlüs klubu qələbəni əldən verib. Overtime'da daha inamlı oynayaraq 101-97 hesabı ilə qalib gələn Barcelona seriyada önə keçib. Qeyd edək ki, bu mərhələdə 2 qələbə qazanan komanda yarımfinala vəsiqə əldə edəcək.
Bəli, sujeti də izlədik. Əslində Sənan, düzdür, hal-hazırda Avroliqa yəni başa çatıb, eyni zamanda elə Avroliqanın aparıcı klublarından, yəni bir neçəsini də elə İspaniya çempionatında biz görə bilərik. Onlardan biri də elə Real Madriddir, hansı ki söz-söhbət gəzirdi ki, bir neçə əsas oyunçusunu yeni yaradılan Dubay klubuna yəni göndərmə ehtimal var. İndi bilmirəm bu məsələ nə dərəcədə doğrudur ya yox. Əslində bir məqamda var. Düzdür, play-off mərhələsində ümumi biz turnir cədvəlinə nəzər yetirəndə Sənan, əslində sənin fikrin maraqlıdır bir basketbolun içində olan həvəskar kimi, həm də eyni zamanda ekspert kimi. Çünki nümunə olaraq götürək elə Avroliqanın özün. Məsəl üçün Olympiakos turnir cədvəlində birinci yerdədir. Lakin çıxdı, yəni keçdi play-offlarda bir oyunda məğlub oldu. Onda belə çıxır ki, onun il ərzində yığdığı o xallar, çəkdiyi əziyyət heç oldu getdi. Ümumiyyətlə, necə fikirləşirsən? Bu məsələ aradan qalxmalıdırmı, yoxsa yəni buna bir belə deyim də alternativ variant nə ola bilər? Sözün düzü, bu fikir bu dəqiqə Avropa basketbolunda ən önəmli belə deyək, məsələlərdən, həllini tapmayan problemlərdən biridir. Bir məsələni mən qeyd edim. Dejan Bodiroga, Avroliqanın rəhbər şəxslərindən biri, qeyd etdi ki, biz ənənəni pozmaq istəmirik. Final Four-u belə deyək, gözəlləşdirən məqam onun tarixi illər boyu qoyduğu izdir Avropa basketbolunda. Biz ənənəmizə sadiq qalmaq istəyirik. Düzdür, məğlub olan oyunçular, məğlub olan baş məşqçilər hər zaman Final Four-u pisləyirlər və onlar play-off sisteminin, məhz sən dediyin sistemin daha uğurlu olduğunu söyləyirlər. Amma məncə biz ənənələrimizi qorumalıyıq, onlara belə deyək, sahib çıxmalıyıq və biz əgər bundan imtina etsək, o zaman NBA bizim üzərimizdə hakimiyyəti, bizim üzərimizdəki gücü daha da artıracaq. Bu basketbolu özəl edən məqamlardan biridir, Avropa basketbolunu təbii ki. Amma sənin sözlərində də həqiqət var və o etiraz edən məşqçilərin, oyunçuların da sözlərində həqiqət var ki, mövsüm ərzində sən bu qədər əziyyət çəkirsən, bu qədər belə deyək, sistemlə çalışırsan, işləyirsən, hazırlaşırsan, oyunları, rəqibləri təhlil edirsən, amma gəlirsən bir yarımfinal oyununda həmin gün ritmdə olmasan, Vezenkovun şutları girmədi, nə demək olar, Olympiakos məğlub oldu. Baxmayaraq Fournier 30 xal toplamağı bacarmışdı. Ona görə də ilk dəfə bu, belə deyək, ilk dəfə deməzdim, ən son deyək, müasir tarixdə bəlkə də ilk sayıla bilər. 2000-dən sonra biz hansı ki Virtus Bologna adlanır indi komandanın adı. Həmin dövrdə Kinder Bologna və Tau Ceramika, indiki Baskonya qarşılaşmışdılar. Avropa basketbolunun, mən bu məlumatı deyim, məhz dəyişdiyi nöqtə həmin seriya olmuşdu. 2001-ci ildə 3-2 məhz Bologna, Kinder Bologna, əfsanəvi komanda, orada bir sıra ulduz basketbolçular var idi, Rigado, Ginobili, çox siyahını, Yaric, çox siyahını uzatmaq olar, Ettore Messina rəhbərlik edirdi həmin komandaya. 3-2 ilk dəfə bax play-off, yenə ilk deyirəm, yəni yeni tarixdə ilk, yeni tarixdə də ən son. Play-offlar məhz həmin play-off seriyasında olmuşdu. Finalı 3-2 Bologna qazanmışdı. Çoxlarına görə bu ədalətli sistemdir. Onsuz da Amerikada, NBA-də özün bilirsən ki, draft başda olmaqla ən ədalətli sistemlərdən biri. Məhz bu play-offları, domestik liqlərdə də sən qeyd etdin, indi danışacağıq. İspaniya, İtaliya, Almaniya, Fransa, Türkiyə çempionatlarında play-off üzərindən oynanılır. Hətta Azərbaycan çempionatında play-off seriyası biz görürük. Amma Avroliqanın da özəl edən, gözəl edən məhz bu dördlər finaldır. Hətta bir məqamı da qeyd edim, yeri düşmüşkən, 2012-ci ildə tarixin ən güclü komandalarından, ən güclü heyətlərindən biri hesab olunan Mərkəzi Ordu İdman Klubu, CSKA Moskva, məhz elə Olympiakosa məğlub olmuşdu. Bəs bu məqamı biz niyə unuduruq? Barsokas şikayət edir ki, play-off sistemi gözəldir, oyunçular şikayət edir. Həmin oyunda, finalda, həmin o şutla bəs Printezisi indiyə qədər Avropa basketbolu unutmur. Sənan, yəqin ki, təbii ki, gözəl məqamlara toxundun. Əslində elə Avroliqa rəhbərliyi də yəqin ki, bu məsələləri diqqətdə saxlayır. Hər halda lazım bilsələr müəyyən dəyişikliklər edəcəklər. Hazırda isə bizim qısa reklam fasiləmiz var. Daha sonra yenidən qarşınızda olacaq. Bəli, qısa reklam fasiləsindən sonra yenidən qarşınızdayıq. Real Madridin Sənan, İspaniya çempionatında artıq 23 oyundur ki, məğlub olunur. Təbii ki, bu ümumiyyətlə Real Madrid camiəsində yəni sütun təməl yəni prinsipdir. Komanda bir çox yəni alternativ idman növlərində çalışır ki, yəni birinci olsun. Necə fikirləşirsən? Ümumiyyətlə Real Madridin bu dominantlığı səncə
Yəni nədən qaynaqlanır və hansı kollektiv onu yəni qarşısını ala bilər? Ümumiyyətlə Real Madriddə məncə köklü dəyişikliklər olacaq növbəti basketbol mövsümündə. Onlar bu mövsümü məncə bəlkə də İspaniya çempionu olsalar uğurla tamamlanmış saymaq olar müəyyən qədər, amma tam yox. Çünki Avroliqada Real Madrid yəni heç də yaxşı mübarizə apara bilmədi. Hətta bir neçə play-off-a qala bilmədi Real Madrid. Məsələ play-off-a daha doğrusu düzəldirəm. Play-off-a qaldı. Final Four-a qala bilmədi. Olympiakosa məğlub oldu onlar play-offda 3-1 hesabı ilə ümumi seriyada. Maledonun gəlməsi üzərində söhbətlər aparır Real Madridə. Bir sıra basketbolçular gələ bilər. İndi dəqiq heç nə demək olmur, çünki bazara baxmalıdır komanda. Məşqçi gedə bilər Chus Mateo, Sergio Scariolo'nun gəlməsi gözlənilir. Ümumiyyətlə vəziyyət çox qarışıqdır Real Madriddə. Bəlkə də ən uğursuz mövsümlərindən birini keçirdilər Avropa səhnəsində. Amma İspaniyada Baskonya'da məğlubiyyətə uğratdılar. Seriyada 1-0 irəlidədir Real Madrid. Hər zaman olduğu kimi bir seriyalar var. Dominant, bəli, həm o var, sən deyən qırılmayan bir seriya var. İndi Baskonya evdə çox təhlükəli komandadır, həmin seriyanı qıra bilər. Müntəzəm çempionatdan sonra play-offda biz bunu görə bilərik. Amma yenə də Real Madrid elə bir komandadır ki, o kralın öldüyündən deyir, əmin olmalısan, dəfələrlə yoxlamalısan onun ölüb ölmədiyini. Hər an Real Madrid hər bir sürpriz edə bilən bir komandadır. Hətta məncə Olympiakosa hakimlər bir qədər kömək etməsəydilər, Avroliqa play-offlarında da seriyada hesab 2-2 olacaqdı. Dəqiq bu belədir. Çünki şikayətlər, etirazlar inanılmaz çox saydadır və mediada da bu müzakirə olundu. Digər tərəfdə Malaqanın məğlubiyyətini biz qeyd edək. Barselona dramatik oyun sonluğu ilə əlavə vaxta gedmiş oyunu qalib tamamladı. Yenə də orada da heç nə dəqiq demək olmaz. Malaqa səfəri də Barselona məğlubiyyətə uğrada bilər, amma yaxın tərəf razılaşaq ki, Barselonadır. Əslində sən Unicaja çox əla formadadır, lakin Barselona ilə nədənsə yəni bacarmır. Bir oyunçu onlarda doping tapıldı qanında, İbrahim Osetkovski. Osetkovski çox düzü Porsche soyadına malik bir basketbolçudur, amma Amerikalıdır vətəndaşlıq olaraq. O indi o basketbolçu bir qədər şübhəlidir, bəlkə də. Əslində onun oynaması yəni bir qədər sual işarəsidir, böyük sual. Bəlkə də bilmirəm, indi növbəti ola bilər, yəni amma bir illik diskvalifikasiya bu basketbolçuya gəlib. Yəqin ki, bu növbəti mövsüm üçün ola bilər. Bəlkə də bu mövsüm artıq o kontrollardan hamısından uğurla keçibdiyinə görə yenə də çox şübhəli məqamdır. Mən də sənin bu fikrinlə razıyam ki, necə olur bu belə. Bir də Yunanistana sən yerli liqalardan toxunaq. Ümumiyyətlə elə o həmin məqama toxunacaqdım. Yerli liqalardan hal-hazırda biz yerli liqalardan danışsaq. Bəli. Ən çox diqqətini çəkən çempionatlar sırasında yəni hansı çempionatın adını vurğulayarsan? Təbii ki, ölkəmiz xaric. Yunanistanın finalı hər zaman. O biri mən liqalara nəzər yetirsəm, Yunanistan çempionatının finalı, play-offu demərəm. Çünki məncə ən prinsipial çempionat elə Yunanistanı sayılır. Finala görə amma orada Olympiakos bir tərəfdə, ağacın bir tərəfində, Panathinaikos ağacın bir tərəfində. Onlar 100% demək olar ki, gəlib finalda görüşürlər. Yeri gəlmişkən elə Atamanın özü də artıq yəni çox qalmaqalların içindədir. Hətta diskvalifikasiya yəni oyundan uzaqlaşdırdılar. Yəni. Amma mən Atamanı qınamıram. İlk dəfə olaraq bəlkə də bu sözü işlədirəm ki, bir qədər aqressiv orada əslində bəlkə də ab-havadan asılıdır. Yəni gedib düşüb həmin ab-havanın içinə. Çox çətin ab-havadır İbrahim, çox çətin, olduqca çətin ab-havada. Amma bizi izləyən basketbol həvəskarlarının bəlkə çoxlarının məlumatı var, amma mən özümə borc bilirəm ki, bu məsələni deyim. Panathinaikosun sahibi, çılğın prezident, hər bir şeyi Panathinaikosun bu şəxsə aiddir. Atasından bir miras qaldı. Yannakopoulos ailəsi, Dimitris Yannakopoulos. Bu şəxs Panathinaikos Olympiakos Super seriyasının ikinci oyununda Pireydə Olympiakoslu azarkeşlərin gözü önündə yaxınlaşır komandanın baş menecerinə. Mən indi kəlmələrimi seçməyə çalışıram. Efirdə yəni bu sözləri biz işlədə bilmərik təbii ki. Və orada prezidentin, klub sahibləri Angelopoulos qardaşlarının və baş məşqçinin ünvanına, onların ailə üzvlərinə, hətta daha dəqiq desək qızına çox ağır belə söyüşlər, təhqirlər işlədir və bu sözləri gedib menecerdən xahiş edir ki, onlara çatdırsın. Bunu görən Panathinaikosun ən böyük rəqibi dünyada bəlkə də Olympiakos azarkeşləri başlayırlar Yannakopoulosa bumerang effekti deyək də belə. Onun ailə üzvlərinə, qızına, anasına, həyat yoldaşına, ailəsinə bir sözlə təhqiramiz ifadələr işlətməyə, çox ağır ifadələrdir bunlar, çox təhlükəli ifadələrdir və bir də üzr istəyirəm, fikrimi tamamlayım. Bu sözləri işlədirlər və
Bu məqamdan sonra artıq Yanakopoulos o kadrlar var idi. Mən sosial şəbəkələrdə paylaşmışdım. Zaldan qaçır. Zaldan qaçır öz maşınla təhlükəsizliklə yanında və qaçırırlar və çox pis söyüşlər söyə-söyə təhqir edir də yenə də arenadan çıxır Olimpiakosun tərəfinə. Amma burada da azarkeşlərin günahı nədədir? Elgin Atamanı yox, Panathinaikosu yox və Türkiyə bayrağını, Türk millətini başlayırlar onlar təhqir etməyə. Bu da Elgin Atamandan düzgün yerində açıqlamalardır. Hakimlərə deyir ki, susturun bu kütləni. Hakimlər buna məhəl qoymurlar və texniki foul verirlər. Elgin Ataman uzaqlaşır, oyundan sonra açıqlama verir ki, mənə söyə bilərlər, təhqir edə bilərlər, amma ölkəmə heç vaxt bunu edəməzlər. Bu irqçilikdir artıq. Bu bir növ provokasiya sayılır. Çünki azarkeşlər Atamanın yəni çalışırlar ki, əsəblərinə bir qədər toxunsunlar. Bu da ki, normaldır hər bir yəni vətəndaş, yəni öz ölkəsinin harda olmasından asılı olmayaraq, yəni qorumaq onun hüququdur və qorumalıdır da bu öz yerində. Və deyərdim ki, yəni ən prinsipial, ən qalmaqallı çempionat elə ləğv oluna bilər İbrahim, məlumatım yox, dövlət qarışıb işə. Artıq onların idman naziri bu gün olmalıdır ya da sabah bilmirəm, 3-ə qədər vaxt qoyub onlara ki, bu gün olmalıydı. Bəli, olmasa seriya ləğv olunacaq. Elə bir hesab qalacaq, çempionluq da verilməyəcək. Çünki işlər çox təhlükəli vəziyyətə gəlir. Hər iki tərəf ilk görüşdən imtahan eləmişlər. İkinci görüş düşünürəm ki, bu günə ya da dünən olmalıydı, planlaşdırılmışdı. Əgər hələ ki məlumat yoxdur, əgər o saat gəlməsələr final hər halda məlumat olsa sosial şəbəkələrdə anında bu haqda biz məlumat əldə edəcəyik. Artıq məncə keçək bir qədər də NBA-yə, çünki Oklahoma City Thunder az əvvəl mən bildirdim və Indiana Pacers finalıdır və çox maraqlı bir seriya gözləyir bizi deyə düşünürəm. Baxmayaraq ki, Sənan, yəni biz adlar nisbətinə, balansına baxsaq, yəni sürprizdir. Yəni xüsusilə də Indiana Pacersin mən deyərdim ki, gəlib yəni finala çıxması hardasa Thunderdən gözləmək olardı. Çünki favorit idi. Bəli, favorit idi, amma Pacersin gəlib finala çıxması və keçdiyi rəqiblər indi biz həmin məqamlara toxunacağıq. Ümumiyyətlə bu final nə dərəcədə sənin gözləntilərin sırasında var idi sənə? Çox gözəl, belə geniş, ətraflı sən açıqlama verdin final seriyasının ümumi mənzərəsi haqqında. Çox çətin rəqibləri keçib. Keşməkeşli yollardan belə deyək, Indiana keçib. Milwaukee Bucks onlar kənarlaşdırdılar. Cavaliersin adını çəkmək kifayət. Cleveland, bəli, Cleveland, daha sonra New York. New York o iki komandadan daha sərt komandaydı, onu keçmələri. Milwaukee Bucks var. Milwaukee Bucks, bəli, Milwaukee Bucks düzdür, favorit deyildi. Çünki Lillard yox idi. Yanisdəki, yəni gələcək Yanis məncə İbrahim, bu başqa verilişi mövzusudur. Amma Məzun onu Sənan, söz və qüvvət, onu yəni bir xəbər oxudum ki, dəyişmək istəyirlər, yəni trade olmalıdır. Golden State Warriors heyətə qatmaq istəyir. Oklahomanın adı həmin komandalar arasındadır. Ən güclü asetə malik komandadır bu dəqiqə. Həm oyunçu tərəfindən, həm draftlar tərəfindən bu oyunçuların bəlkə də bir-ikisi dəyişilə bilər. Çünki heyəti çox genişdir Oklahomanın. Və Oklahoma 2012-ci ildə ən son final oynamışdı. Həmin heyətdə kimlər var idi? Russell Westbrook, Kevin Durant, James Harden, həmin o gənc uşaqlar. LeBron hətta belə bir şey demişdi ki, həmin yadımdadır, xatırlayıram o açıqlamanı. Hələ bunlar çox gəncdilər. Biz Wade ilə çempionluğu götürdük. Gələcək illərdə onların şansı olacaq, amma onların heç vaxt şansı olmadı çempionluğa. Harden Houston'a getdi, daha sonra 2016-da onlar yaxın idilər, amma götürə bilmədilər kuboku. Bir sözlə 2021-22-ci illər mövsümündə bu iki komanda play-off oynamamışdı. İbrahim, bu iki komanda play-off oynamamışdı 2021-22-ci illərdə. Amma indi nə qədər keçib üstündən? Cəmi 3 il. Bu iki komanda NBA finallarındadılar. Bax, bu fərqi, belə deyək, mən burada bir statistika var idi, onu demək istəyirəm. 24-58 Oklahoma, 24 qələbə, 58 məğlubiyyət. Indiana 25 qələbə, 27 məğlubiyyət, yəni 57 məğlubiyyət düzəldirəm. 25-57, baxın. İndi hardadır bu iki komanda finaldadır. NBA-in məhz dünya bazarında, dünya basketbolunda etdiyi məsələ bax budur. Hər bir komandanın şansı olsun, nə vaxtsa. Və bir maraqlı fakt da var, Sənan, bunu da istərdim izləyicilərin diqqətinə çatdırım. Ümumiyyətlə, Oklahoma City Thunder NBA tarixində Portland Trail Blazers'dən sonra, yəni söhbət 1976-77-yə gedir, finala yüksələn ən gənc ikinci kollektiv oldu. Əla statistikadır, əla. Çox, yaş ortalaması çox gəncdir. Yəni bu heyətlə 25-ə qədər, hətta bəlkə də 25-dən də az yaş ortalaması var onların. Tam dəqiq rəqəm yadımda deyil. İnanılmaz MVP
Şay Gilius Aleksandr, Elə onu bəziləri vurğulayacaqdım. kölgə salır onun uğruna ki, hakimi aldadır. Düzdür, var, bunu edir. Follarla bir qədər də təması alan kimi özünü dərhal yerə atır, amma bu qələbəyə gedən yollar, belə bir söz var, haqq sayılır. Qələbə istənilən yol, qələbəyə gedən istənilən yol doğru, məqbul, haqq olaraq qeyd olunmalıdır və Aleksandr bunu bacarır. Yalnız baş əymək lazımdır bu oyunçunun qarşısında. Belə görünür ki, Oklahomanı ən belə deyək, pis vəziyyətdə qoyan komandalardan biri, onları çox çətinliyə salan komandalardan biri Nikola Jokicin Denver oldu. Daha sonraki rəqiblərə gördün də hesabları. Yəni əslində Oklahomanın rəqiblərinə biz nəzər yetirəndə burada yəni Minnesota Timberwolves var. 4-1. Eyni zamanda Memphis Grizzlies var, hansı ki, yəni heç bir rəqabət göstərə bilmədilər. Bəli, bilmədilər. Amma yəni nisbətlə yəqin razılaşarsan Indiananın rəqibləri daha yəni çətin. Çətin idi, razıyam. Çətin idi və Indiana Oklahoma kimi güclü komanda deyildi. O şərq tərəfində deyək də, New Yorku bəlkə də hamı favorit göstərirdi və New Yorkun məşqçisi qovuldu İbrahim. Tom Thibodeau komandadan uzaqlaşdırıldı. Leon Rose komandanın bəli, elə onu prezidenti. Deyəcəkdim, bəli. Tom Thibodeau-nu uzaqlaşdırdı. Çünki məncə yanlış qərardır bu. Çünki Tom Thibodeau Hartla, belə deyək, orada elə basketbolçular var ki, McBride-la, Əslində o Delon komandanı Wright-la nəsə etməyə çalışırdı. götürüb nəsə etdi də, yəni Etdi adam də, da bundan etdi də. artıq Bəli, nəsə. bəli. Səncə niyə Bəli. yolladılar? Çünki məncə artıq Leon Rose məncə istəyir ki, bir qədər Tom Thibodeau əsgər xarakterli məşqçilərdəndir. Rick Carlisle da elə idi, amma Rick Carlisle artıq düzəldi. Tom Thibodeau da düzəlib və New Yorkun mən tibbi personalını təbrik etmək istəyirəm ki, zədəsiz onlar finala kimi gəlmişdilər Şərq konfransında. Amma yəqin ki, indi belə bir söhbət var basketbolda. Böyük üçlü yox, məhz sağlam 8-lik. Məhz sağlam 8-lik New Yorkda yox idi. O Indianada var, o Oklahomada var və Miles Turner açıqlama verib ki, Indiananın mərkəz basketbolçusu bizim kimi Oklahomada sağlam 8-liklə, geniş rotasiya ilə oynayan bir komandadır. Ona görə də artıq bu basketbol oynanılır. New Yorkun məhz bu heyəti yox idi. Ona görə onlar bizə, belə deyək, onlar dar rotasiya ilə bizə müəyyən oyunlarda rəqabət göstərə bilmədilər. Məncə dünya basketbolunda yox, bu elə Azərbaycan basketbolunda da gələcək illərdə, elə Avroliqada da, elə Türkiyədə də, hər yerdə bu sağlam 8-lik məsələsi rol olacaq. Çünki 8 dənə oyunçun sən hücumda xal ata bilirsə, müdafiədə bəzilərini gizlətmək olar. Amma 3 böyük ulduz artıq işləməyəcək. Bu variant tarixə qovuşdu. Yəni hansı ki biz Phoenixdə gördük də, Bradley Beal, Devin Booker, Kevin Durant hardadır onlar? Durant komandadan ayrılır. Bilmirlər Bili hara paket eləsinlər, məcbur getsin komandadan. Booker, o da sual altındadır. Yəni sağlam 8-lik. Favoritim Oklahoma komandasıdır. Ümumiyyətlə finalın, yəni fikirləşirsən ki, Oklahoma. Favoritim odur, bəli, Oklahoma. Əslində kağız üzərində favorit, yəni məncə meydanda da favoritdir Oklahoma. Amma bir məqamda var, biridir. Sənan, prinsipiallıq çox kifayət qədər belə deyim də, o adrenalin yüksəlir. Nəyə görə? Çünki Rick Carlisle açıqlama verib və bildirib ki, 49 əyalətdə bu sadəcə basketboldur, amma bura Indianadır. Bəli, çox gözəl İbrahim, çox xoşum gəldi bu cümlədən. Indiana əsl basketbol əyalətidir Amerika Birləşmiş Ştatlarında. Xarakter göstərirlər. 100%. Indiana birbaşa basketbol əyalətidir və 25 il sonra onlar yenə finaldadılar. Hansı ki 2000-ci ildə Lakers Indiana finalında onlar 4-2 məğlub olmuşdular. Los Angeles Lakers'a Kobe Bryant, mərhum Bryant'ın və Shaquille O'Neal'in zirvə dönəmlərində, Shaquille'in ən zirvə, Kobe Bryant onu təzə-təzə parallamağa başlayırdı. Amma Shaquille'in zirvə vaxtları idi. Ona görə də Indiana komandasında bir üstünlük var ki, sən düz qeyd elədin, yalnız məşqçi Rick Carlisle kimi taktiki, güclü məşqçi NBA-də məncə yoxdur. Yeri gəlmişkən ən güclü məşqçi taktiki cəhətdən, oyun hazırlığı cəhətdən. Statistika olaraq baxsaq, yəni Indiananın playoff təcrübəsi daha çoxdur, səhv etmirəmsə, yəni Oklahomadan. Oklahoma bir qədər də Seattle-dan sonra yaranmış bir kollektiv olaraq, düzdür, Seattle-ın çempionluğu var, amma indi Oklahoma yeni bir franchise olaraq o yola davam edir. Seattle-ın qayıtması gündəmdədir NBA-yə, Las Vegas'la bərabər. Amma mən düşünürəm ki, İbrahim, burada yenə deyirəm, Oklahoma o qədər güclü komandadır ki, o qədər boğucu müdafiə ilə oynayır. Hətta belə bir bənzətmə aparıblar onlara, Fin hamamı. Oklahoma'ya deyirlər. O qədər istilik yaradırlar ki, onları müdafiədə. Rəqibə o qədər yaxından təmas edirlər ki, Jalen Brunson kimi adam, bax kadrlardan biz görürük, baxın Turnerin müdafiəsinə bu kadrda. Ondan sonra Neymar, baxın, əks tərəfdə Brunsonun qarşısında durub gözləyir. Brunsonu bezdirdi. Hətta həmkarlarımız yaxşı, türk həmkarlarımız yaxşı söz işlətdilər ki, kəllə fason belə bir şey reallaşdırdı İbrahim Brunson. Tam
belə deyək, baş zərbəsi yox, bir balaca da rəqibin əsəblərini dözmədi də, Bransonun əsəbləri dözmədi və bunu edirsə Neymar, artıq bu mən paylaşmışdım sosial şəbəkələrdə. Bu artıq rəqibi oyundan düşürmək deməkdir. Əslində Sənan, Indiananın heyətində yəni bir şəxs var ki, söhbət Tyrese Haliburtondan bax elə o topu da atan oydu məhz. Yəni NBA tarixinə keçib bu basketbolçu. Deməli nə edib? Konfrans finallarında 20+ xal və 10 assist ortalaması ilə çıxış edən ən gənc oyunçu olub. Və bir oyunda top itkisi etmədi o. Bəli, top itkisi etməyib. Eyni zamanda bir məqamda var. Sənan, bunu da istərdim çatdırım. Magic Johnsondan sonra konfrans finalında bir seriyada 63+ assist edən ilk şəxs olub və maraqlıdır ki, MVP yəni yoxdur. Fantastika. Məncə nəyə görə MVP yox? Mən izah edeyim nəyə görə MVP yox, öz fikrimi. Çünki birinci oyunun qəhrəmanı, New Yorkda oynanılan oyunun qəhrəmanı Aaron Nesmith oldu. Aaron Nesmith oldu. O üçlüklərlə, ardıcıl üçlükdə, o da rekorddur. Bunu qeyd edək bir daha. Bir periodda, sonuncu periodda daha doğrusu 6 üçlük və o qədər belə oyunun qırılma nöqtəsində və 2 dəqiqəyə qədər qalmış, təxminən saniyələr yadımda deyil, 3 dəqiqəyə yaxın vaxt qalmış, 14 xal geridəsən, bunu aradan qaldırdı. Ümumiyyətlə 4000 nə qədər belə bir hal olub, 4195 mi yoxsa 190 nə qədərsə belə bir oyun olub. Hamısında elə irəlidə olmuş komanda qalib gəlib. İlk dəfə olaraq Indiana bu rekordu geri dönüşü reallaşdırdı. İndi onu biz təbii ki yazılı bir variantda yəni dəqiq rəqəmi deməliyik, amma 4100-dən yuxarı idi. 4200-ə yaxın belə bir oyunda bu rekordu Indiana ilk dəfə olaraq. 26 yaşı var da səhv etmirəmsə Tyrese'in. Haliburton gəncdir, amma Amerikalılar ona ulduz kimi baxmaq istəmirlər. Amma ki, yəni bu nəticələrdən sonra, yəni Siakama amma MVP düz idi məncə. Səncə ümumiyyətlə Siakama verilməsi nə dərəcədə? Onu qeyd edim. Birinci oyunda Nesmith'in hesabına onlar qalib gəldilər. Haliburton ikinci oyunda, birinci oyunda düzdür son basketi o atmışdı. Yəni də haqqını vermək lazımdır. Amma elə oyunlar oldu ki, Haliburton çox pis basketbol oynadı New Yorkla seriyanın gedişində. Amma Siakam stabilliyi qoruyub saxlaya bildi. Stabilliyi qorudu və məncə sonuncu oyunda qəhrəmanı Haliburton deyildi. Sonuncu oyunun qəhrəmanı Nemhardla məhz Siakam idi. Müdafiədə Nemhard, hücumda Siakam. Bəli, ona görə məncə qədər yüksək də xal verilmişdi Siakama, yəni ekspertlər tərəfindən və düzgün seçildi məncə. Bax Afrikadan çıxan bir oğlan. Xüsusilə də Indiana azarkeşləri arasında, yəni aləm dəyib bir-birinə sana. Yəni hərəsi bir cəbhədə yer alır və bildirirlər ki, Tyrese qazanmalıdır və yaxud Siakam qazanmalıdır. Hər halda yəqin ki, ekspertlərdə düzgün seçildi məncə. Amerika həmişə ədalətli prinsipləri bu play-offlarda qorumağa çalışır. Düzdür, yenə də tam ədalətli bəziləri saymır, hakimin qərarları filan beşməkan, amma məncə Siakam haqlı şəkildə və NBA çempionudur Siakam. İbrahim, yəqin 2019-cu il Toronto Raptors o komanda ilə Kawhi Leonard'ın başçılıq etdiyi o komanda, bəlkə də başçılıq yox, Kawhi Leonard tamam başqa bir basketbol oynayırdı. Raptorsun yəni tarixində mən deyərdim ki, elə ilk və sondur məncə də. Bəlkə də sondur. Bəlkə də son, amma Siakam onlar əldən verdilər. Görürsünüz ki, Siakamın üzərində komanda qurmaq, inşa etmək olardı. O da üzərində işlədi də, sən təbii ki. Vurğulayaq. Və NBA elə mövzudur ki, yəni oturub biz bəlkə saatlarla, günlərlə danışa bilərik. Elə hazırda da yəni bir çox məqam qalıb ki, sən də favoritin yəqin Oklahoma-dır. Mən açığı Indiana tərəfdəyəm sənə. Mən də bəlkə də ürəyim istər ki, Indiana tutsun, amma məncə favorit. Çünki nəyə görə? Düzdür, Oklahoma favoritdir. Indiana da bu cür əziyyət çəkib və keçdiyi rəqiblərdən də biz az əvvəl danışdıq. Güclü rəqibləri sıradan çıxarıblar. Niyə də yəni bu əziyyətin qarşılığında? Amma sürpriz olar İbrahim. Bir məqamda sonu deyim ki, Toronto Raptors kimi yəni eyni sürpriz olar. Bookmaker kontorlarında çox az əmsal verilib Oklahoma'nın çempion olmağına Amerika Birləşmiş Ştatlarında. Hamı yəni indi inanır ki, Oklahoma artıq çempiondur. Sadəcə rəsmiləşdirmək lazımdır bunu. Amma məncə 4-4-2 mənim hesabım budur. 4-1 ya 4-2, amma 4-2-yə daha yaxınam finalda. Məncə Indiana sürprizi, yəni sürprizə imza atacaq. Yəni bayraqları belə tez endirməyəcəklər. Hər halda indi çempionluq olsa həmin verilişdə də müzakirələrimiz olacaq. Çünki rejissorumuz bildirir ki, artıq sağollaşma vaxtıdır. Sənə təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm. Fikirlərini bizimlə, izləyicilərimizlə bölüşdün. Bəli, əziz izləyicilər, Rebound verilişi, növbəti buraxılışı da burada sona çatır. Sağ olun, sağlam qalın. Hələlik.